Bu il may ayının 17-sindən 22-sinə kimi UN Habitat Bakı şəhərində Dünya Şəhərsalma Forumu tədbirini keçirəcək. Bu forum 13-cü forumdur artıq. İlk dəfə bu forum 2002-ci ildə Kenyanın paytaxtı Nayrobi şəhərində keçirilmişdir. Forumdan öncə ancaq Bakı Şəhərsalma Forumu da keçiriləcəkdir. Burada Respublikanın müxtəlif yerlərində, o cümlədən Bakı şəhərində bu tədbirin mövzusuna aid tədbirlər təşkil olunur. Ancaq forumun özü ayın 17-sində başlayır və 22-sində qurtarır. Məndə olan məlumata görə hazırda forumda iştirak üçün qeydiyyatdan 177 ölkədən 26 minə yaxın iştirakçı qeydiyyatdan keçmişdir. Hər forumun öz mövzusu olur. Bakıda keçirilən forumun da mövzusu şəhərlər hamı üçün təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləridir. Burada əsas məsələlərdən biri də inklüzivlik məsələsidir. Yəni burada müxtəlif təqdimatlar olacaq. Dövlət təşkilatları, beynəlxalq təşkilatlardan və eyni zamanda qeyri-hökumət təşkilatlarının da təqdimatları olacaq. Bizim təşkilatın da layihəsi forum ərəfəsində elan olunmuş müsabiqədə qalib olub layihəsi və bizim də həm Bakı Urban Forumda, eyni zamanda Dünya Şəhərsalma Forumunun özündə də tədbirimiz olacaq. Bu tədbirlərin bizim də əsas devizimiz, mövzumuz şəhərlər hamı üçün, heç kim kənarda qalmasın. Yəni biz inklüzivliyi nəzərdə tuturuq. Ümumiyyətlə forumun mövzusunun özü də inklüzivliyi nəzərə alır. Və burada əsasən biz öz sahəmizə uyğun olaraq əlilliyi olan şəxslərin inklüzivliyinin təmin olunması istiqamətində şəhərlərimizdə və bütün yaşayış məskənlərində görülməli olan işlərdən və eyni zamanda problemlərdən biz bəhs edəcəyik. Bizim tədbirlərdə iştirak edən müxtəlif həm dövlət qurumları, eyni zamanda beynəlxalq təşkilatların qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndəsi olacaq, hansıların ki, əlillik sahəsində xüsusi bilikləri vardır və onlar bu biliklərlə əsasən qeyd etdiyim kimi maarifləndirmə işləri aparılacaq. Bunlar əsasən bu tədbirlər hər bir forumda, orada müxtəlif pavilyonlar olur və bizim də qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QT-lərimiz üçün, qeyri-hökumət təşkilatlarımız üçün təmin etdiyi bir pavilyon olacaq və QT-lərimiz həmin təqdimatlarını orada edəcəklər.